Bura Ağdam şəhər 5-ci yaşayış məhəlləsinin tikintisinin ərazisidir. Burada 40 yaşayış binası tikilir, ümumilikdə 50 bina tikilir. Və bu yaşayış məhəlləsində 1074 mənzildə 3205 nəfər yaşayacaq. Ağdamın köhnə ünvanları ilə desək, 5-ci yaşayış məhəlləsi internat məktəbi və onun yan-yörəsindəki ərazini əhatə eləyir. 12 hektar ərazidir bu məhəllənin ərazisi. Bax, o gördüyünüz hələ təzə tikilməyə başlayan bina var. O məhz internat məktəbinin yerindədir. Digər binalar isə internat məktəbinin sağı, solu və arxasındakı ərazini əhatə eləyir. 5-ci məhəllənin binalarının həm fasad quruluşu, həm içərisindəki dizayn digər məhəllələrdəki, 2-ci və 4-cü məhəllələrdəki binalardan fərqlənir. Bu üç binanın hamısının dayanacağıdır bir yerdə. Dayanacaqdan birindən birinə keçid var. Hər birindən bir-birinə keçid var. Həmçinin o hissədə sığınacaq da nəzərdə tutulub. Sığınacağımız. Yeraltı sığınacağımız var. Ağdam şəhərində 5-ci faza üzrə 135-ci məhəllədə Ağdamdan olan köçkünlər üçün 30 mənzilli 8 mərtəbəli bir bina, 24 mənzilli 6 mərtəbəli ikinci binamız və 22 mənzilli 6 mərtəbəli üçüncü binamızı inşa edilir. İkindiyə 2025-ci ilin iyul ayında start verilib, təhvil verilmə müddəti isə bu ilin 2026-cı ilin sentyabr ayında olacaq.